Salam, belə bir suala nəzər salaq. Bizə oleum məhlulu verib, kütləsi M, tərkibində olan oksigenin kütləsi M-130 və bu məhlulun tamamilə sulfat turşusuna çevrilməsi üçün lazım olan suyun kütləsini bizdən istəyir. Biz ilk olaraq oleum məhlulunun tərkibini yazıq. Oleum məhlulumuz həlledici olaraq sulfat turşusundan və həll olan olaraq da SO3-dən ibarətdir. Bizə deyir ki, oleumun kütləsi M-dir. Demək, bizim oleumumuzun kütləsi nəyə bərabərdir? H2SO4, yəni 98 qram üstə gəlinə 80x bərabərdir M-ə. Burada da deyir ki, tərkibində olan oksigenin kütləsi də M-130'dur. Nə qədər oksigenimiz var? 64 qram burada, 48x də burada. Bərabərdir M-130. İndi biz M-in bu qiymətini gətirib yerinə yazırıq. 64 üstə gəl 48x bərabərdir. M-imiz nəyə bərabərdir? 98 üstə gəl 80x. Çıxılsın 130. Buradan da tapırıq ki, x bərabərdir 3-ə. Demək, biz oleum məhlulumuzun formulunu tapdıq. H2SO4 vurulsun 3SO3'dən ibarətdir. İndi deyir ki, tamamilə sulfat turşusuna çevrilməsi üçün lazım olan suyun kütləsi. Oleum məhlulunda, yəni sulfat turşusunun mol sayı SO3'ün mol sayı qədər bizə su lazımdır. Çünki SO3 su ilə 1-in 1-ə nisbətində reaksiya daxil olduğundan, elə 3 mol SO3 varsa 3 mol da su lazımdır. 3 mol suda nə qədərdir? 1 mol suyumuz 18 qramdırsa 3 mol suyumuz x. X ilə bərabərdir 54. Yəni sulfat turşusuna çevrilməsi üçün lazım olan suyun kütləsi 54 qramdır.